Baxaq. Deməli, nə var burada? Bax, bir gəl nələr seçməli. İlk öncə bizə nə lazımdır? Case. Case lazımdır. Orada Nə üçün lazımdır case? ISO, hər şey onun içində olur. Birinci case əlavə eləyək. Aquarium cases. Amazondan almışlar şey. Bax, məsələn, hansını əlavə Mənim eləyək? saytları zaten çıxır, hardan ala bilərsiniz. Doğrudan. Bəli, deyə baxın mənim. Ha baxın. Üstünə basın mənim. Amazondan özü. 160 dollar. Baxın. Amazondan Tüm qiymətini də göstərir deyəsən. Hə, çıxaraq. Hə, deyir uşaqlar, bax. Case bax belə olur. Formada. Bütün hər şey bunun içində yığacaq. Oy da mənim bunlar 9. Bunlar şəkildə bu həyat. mən indi bu necə əlavə edim ki? Hara? Məsələn mən bu istəyirəm məsələn necə in. Hə, bax. Ha üstünə ver. Add to build var. Adı bu. Hə, öz yığırsınız. Add to build. Bax, əlavə elədim bunu bura. Bu getdi. Bu burada, bu heç. Xanları da özünüz bağlayırsınız belə. O mən nə oldu xanım necə? Asıl dur. Sadəcə deyil. Görsəri mənim özdə. Hə, bunu burada. Kulaq falan var, görsəri asıl burada, baxın. Hə, qəşəng. Hə, vur üstünə. Hansını istəyirsən? Məsələn bu. Hə, vur. 50 min çoxsa, çox asan. Hə, uşaqlar, sonra bizə nə lazımdır? Hər şey nəyin üstündə olur? Platan. Hər şey nəyin üstündə olur? Plata. Motherboard, plata. Ana plata. Vurduq. Aviran. Elə tutaq ki, hansını qoyaq? Hansı plata qəşəngdir? Yəni ən bahalısını qoyaq, bunu qoyaq. Hə. Asus ROG Strix. Hə. İnternet yüngülləri, hə. Neyse asıl. Ramı çox göstərir. Bir dənə oyun yüklənsin tam açılacaq, narahat olma. Hə. Vay zəngin. Bax, məsələn, bu bizim nəyimizdir? Ana platamız budur. Bura nə yeridir? Masa bax. Bura nə yeridir? Nə yeri? Nədir onun adı? Prosesor. CPU. Ha, məcbur dəstəkləməli. CPU. Bu, yaxşı, bunlar nə yeridir? Ram. ISO, RAM. Ya bunlar dördü də işləmədilər, ancaq ikisi işləyir. Amma məncə bunlar dördü də işləyir. Niyə işləməsin, dur? Bəzi canın kartlarının Elə şey yox. Bax, uşaqlar, bura SSD yeri olur. Bax, bu hissə. SSD hansılardan olur burada? Mənim kompüter yanır. Hansı SSD-lərdən olur? NVMe SSD göstərmişdim sizə. RAM oxşayan. Samsung'un. Bax bu. Samsung. Hə. Bax bunlardan olur burada, balaca formada. Sonra burada nə olur? Görüm. RAM-dır, SSD-dir, ekran kartıdır. Bax bu hissə. Ha, müəllim, vida blokunu az qaldı, deyir ki, vida blokunu az yüksəklər. Qəşəng. Bildirirəm onu. Hə, gəlin bunu seçək. Bax, buradan sağdan Add to Build edirik yenə. 5 gün. Bax, indi gələcək bunun içinə. Bax, gəldi. Yerləşdirdik bura. İndi bizə nə lazımdır? Prosesor. Seçək prosesorun birini. Bax, AMD-lərdən seçəcəyik. Çünki niyə? Asuslar sırf AMD dəstəkləyir. Ona görə. Nədir? Ryzen 9 seçəcək. seçdim. Hə. Add to Build eləyək. Əlavə olunsun. Bax, gələcək bura. Mən də Bax, sənə gəlmədi. mən Add bu çıxmaq olur da. Necə yəni? Baxın. Ədə bastı. Nə? Ədə bastı. Canım. Hə, prosesor da əlavə edək. İndi gəlirik ekran kartına. Ekran kartını əlavə etmək. Hə, götür. 50.90. Ekran kartı gəlirik burada ən güclülərdən seçirik. Ən güclülərdən. Bax, buradan gəlin. Ən bahasından ən ucuzuna sıralayaq. Gətirək ən bahasını. AliExpress işləsə. Ən bahası budur. RTX 6000. 6000 var. 6000-dən bahası. Vay. Mən 5000. Deyə bax, Amazon satırlar. Mən 5 Mənim bu çox büyük şeydir. Hə. Dəhşət. Özü 48 GB. oydu. Mən bir də isə bu şey 50.90'ı şey 64 GB edir. Niyə eləyəsən də o qədər? İndi bax uşaqlar, ekran kartı da bax yerləşdirilir bura, bu hissəyə. Ha, burada ekran kartı olacaq. Bir dəqiqə, bu necə? Inspect. Ha, bu heç. Kompüter ağlayır əməl. O. SSD. İndi gəlir RAM-a. RAM-lardan bizə nə lazımdır? Bax, 2 dənə 32 GB RAM götürəcək. Ümumi neçə olacaq? 64. Yəni bunu əlavə eləyək. Yox, bir də bu. Bax, RAM-la gördünüz, oturdu yəni. Bu hissəyə.
Bax burada ramlardır. Gəl bunu biraz yaxınlaşdırma olur. Yox. 190 var. Aha. Sonra nə var burada? CPU cooler. Bu nədir? Bu CPU soyuducudur uşaqlar. CPU qızmasın deyə, yanmasın deyə. Onu soyududur. Onu soyutmaq üçün qurğudur. Yaşın Bax o da bax qoşulacaq bax bu hissəyə. Evet. Gördünüz? Düz CPU-nun üstünə. Bazı Bura qoşulur ki, qızmasın. İndi gələk SSD-mizi alaq. Görək ən bahası neçədir? Hansıdır? 1.5 terabaytlıq var. Bəli? 4 də var. Ha, bu niyə bahadır bu qədər bilmirəm. Ha, Intel'in də ona görə. Performans. Deyə burada da var Intel'in bir dənə. 9800 dolar qəmanatı var. Ben bu şuradan. Yox, məncə ki ona deyil. Baba ondu bu. Desən ki ona da istəyirsən. Sıra sıxıldı müəllim. Prost niyə 2700-ədir o? Ama her şey çok var değil mi? Gəldim dostlar. Yaxşı, gəl bunu qoyaq. 26 2 terabaytlıq. Hansı? Ha, 26 terabayt. Red Pro. Seyredəcəksin. Amma bu SATA-dır. Neyse. Özü bu HDD-dir, SSD deyil. Ha. Ya ve Teşhirlərin yaxşı çox olur. Çox olur, amma lazım deyil o qədər. Hə. Mən bu kompüteri Google hesabı. Bu işləndi, bu heç. Ha, bu işləndi. İndi bizə nə lazımdır? Power supply. Power supply nədir uşaqlar? Power supply bizim kompüterimizin qida blokudur. Yəni ki, biz kompüteri elektrikə qoşduğumuz zaman hardan qidalanır? O qidaların power supply vasitəsilə. ama Ha. ben diyorsan biz mouse değil böyle. Yoksa klavyatür. Hə, Get kullanmaq bildim mən. Get School 2020 Bizde. yox, 3-də. Onu çiğnedi de. 1999 oldu. Amma ki akademiya ondan qabaqdır. 2007. Ya akademiya 18 yox sonra. Akademiya daha böyük. 1500 dolar. Altı bazar skoldur. Həftəçi akademiya. Həftəçi akademiyadır, Mən altı bazar baxmam skol. nə idi? Joint-imi 3-5 etdi. Hə. Diğer rekord saxlayayım. O işlərə qədər. Deməli, sonra biz almalıyıq qida bloku. Buradan gələk 124 dollarlıq bir dənə qida bloku alaq. Ben biraz bahar götürme. Baxa, bax, gələcək bura. Gəldi. Burada. Baxsa, hə, bu hissədir. Elimizə nə lazımdır uşaqlar? Sistem blokunu soyutmaq üçün, ümumi soyutmaq üçün. Bizə fanlar lazımdır. Ən bahalısını göstərin. Göstərəcəyim. Ne bu? 223 dollar. 644 dollar. ya. Ben seçtim Bax, klavyatürden. bax uşaqlar, gəldi bura. İlyas falan, necəsən? Yaxşı olsun. Monitor. Gəldik, ən bahalı 10.000 monitor. dolarlık ben koymuşum. Deyə burada 9800-ə. En güzel. Yox, ən bahası. En pahalı sen ne şey. Bu da onun televizoru deyə. Televizor deyə uşaqlar. Televizyon ne bu da? Televizor qoşmaq olur mu? Sinemada iki televizyon var. İndi mouse alaq. Yəni mouse'umuza baxaq. Bu işlənir, hə, 59%. Ben Öyle? televizyon götürdüm. Baxa gör, ən bahalısı hansıdır onu götürəcək. Beyaz bu aldım. Və 500 dollara. G29'un da Allah bilir G29. Hə. İndi alacağıq klaviatura. Görək klaviatura En pahalısı. ən bahası görək hansıdır. 800 dolar. Bu da ekranlı klaviatura. Es lazımsız ya klavyatür. Nəysə bunu da götürdük. Yerdə qalanları dəyməyək. Sonra nə edirik buradan? Qutardı getdi, yığdıq, hazırladıq. Yaxşı bəs. FPS atmışlar. O necə baxır? Onu buradan baxmırlar axı. Hə, hazırdır. Oyunumuz da hazır. 20 onun içinə göstərəcəm sizə. Buranı bağlayıram. Mən FPS test eləmək istəyirsiniz. Nəyi? FPS test. Ben belə de var ya. Harda? Şəkən seçib göndəriblər. O, bu. Nədir onun adı? CZ0. CZ? CZ0. Aa, girmişəm nə vaxtsa. Budur. Hə. İcazə. Saytın adı nə idi? Bayaqkin. Build Core. Building Core. Build Core. Ya, yaxşıdır. Deyirsən o? Yaxşıdır. Bunu görmüşəm mən mənim. Siz girməyin buna. Girməyin ha siz. Mən girmişəm ki, kompüter aldım. Girməyin. Mən onu
Bu FPS test eləməkdir. Mən FPS desin, mən dediyim saat. Bundan daha səssizliklə. Oyda, buna bax. Yaxınlaşdırırsan bir şey olur. Bax. Getdi kontek. Bu görməmişəm, çox ağırdır bu. Çox ağır bir şeydir. Hə, GitHub-dadır. Ben buna telefon deyirlər, telefon var kesin. Elə telefondan girim. O telefon yanılır. Ben iPhone'da ben de yap. iPhone deyil. Nə deyirsən? Hadi. iPhone Realme. deyil. Yox. Honor. Nə deyirsən bu? Mən. Tapın. Dubai. Bir də baxayım, bir də baxayım. Tekno'da ben de istersen. Ha. Şey görmüşəm. Bax, bu da var hətta. Yığılmadır. Aha, telefon getdi. Telefon getdi. Yox, yıxılma deyil. Bir də baxayım. iPhone deyil. Yok, Tekno. yarıydı. iPhone mu? Yox, yox, iPhone Bu deyil. abi. iPhone oldu. Baxın nə? iPhone deyil. Olmadı. O Realme-dir də. Yox, yox, yox. Heç bir. Yox, yox. Taktım ya ben telefonu. Yaşayım olmaz. Həqiqətən ola heç bir deyil. Telefonda mı? Hansı? Yox, yox. Onda bir ders. İnanmıram taparsınız. Redmi deyil, Xiaomi də deyil. Heç biri. Samsung da deyil. Yəni arxasının kablosunu çıxardın necə görünür belə bir şeydir. Ben bir de aşağı. Aşağısına niyə var? Yazın. Ay Realme-dir. Yox, Realme deyil. Hemen bu. Tekno. iPhone da deyil. Tekno Spa. Varsa. Yox, iPhone deyil. Yox, deyil. Nə deyirsən məndə? Bakın ben. Nəyə? Üzünə. Dəqiqə. Baxaq bir də. iPhone. iPhone deyil. Ha, baxım nə? Kana Tutmasın. Yok, Deyil. Redmi ya da. Redmi deyil. Nə Redmi-nin nə Xiaomi? Ekran 144'dür. 144-dür. Ben bir de RAM'ı 24'dür, yaddaşı 256. Amma o nə telefonu ki? Gəsə gedir falan. Samsung. Bunu 600 manat. Ya onda yaxşı. O prosesor bə. Prosesör. Al baxma. Helio bir tutuldu. İnanmadınız? Heç tapamadınız uşaqlar. Yaxşı, gəl yazım adını. Lenovo. Yazım adını. Yazma. Kitel. Ay, mən Türkiyədə saxlayıb Ha, telefonu. o kitel. Ay, heç yaxşı telefon deyil amma. Yox, qəşəng. Telefon. Bu da. Fonlar falan saxlamaq olar. Aşağı başlayırlar. Ne var? Bir şey değil sana. Hani Ha, bir də aşağını silirsən. Olar. arkasına yatak. Ha. 100 manatdan çox ən var idi endirim. Amma başlayırlar. Başlayırlar. Oradan satın olmaz. Gəlin mahnının səsini söndürək. Amma mən game satım iPhone. Grafikanı ultra ilə eləyək. Çıx. Bax eləyək. Deməli, burada free build-ə giririk ki, aha, harda düzəldək? Burada düzəldək. Reis. Yəni burada düzəldək. Köhnə usta yerində. Ya bu oyun yox, bu heç. Amma ki, Yox, girəməyəcəksiniz. Hə, uşaqlar, indi biz nə edəcəyik? Burada counter düzəldəcəyik. amma nə oldu? Hə. Amma sən sistem blokumuzu vurursan. Ben bu iPhone. Bu PC Building Simulator. Cəbiz, yoxsa girməyəm qapı. Yox, gərək işləməz. Girməm. Amma məsələn, burada nə edirik? Ay Allah, dəqiqə ilə. 50 qəpik. Bax, indi gəlin bir də öz counterimizi açaq. Amma daş da belə qalmadı. Bunu necə yandıraq? Eysən. Karan ben. Toka taxmamısan. Toka yox, bunun... Hadi yox. Ay, da sistem bloku yoxdur. Nə daxmın 90 var, mehtar. Hə, bax sistem blokumuz budur. Prosta sistem blokunu gəlin dəyişək. Çok çatsız. Hə, çox kasıdır. Nəyi? Sistem blokunu açacağıq. Apollo. Roblox? Açar. Orada Boyda. hətta burada test eləmək olur. Mən varsa 7 qoyum ya da 9. Prosta sistem blokunun görünüşü hardan dəyişilir, onu bilmirəm. Mən gördüm sizə bloklar. Apollo dağlar Ben bu şeyi. bir hadi Ama farklı. burada bir şey var. Çox şey. Adamda onlar. M2 vur ne var? Nəyi? Posta. Yox, MX4 var. uşaqlar, mən sistem blok axtarıram. Sistem blok axtarıram, onu hardan alırlar, bilmirəm. Mən bilən var ya burada. Prosta bilmirəm hardadır. Haram. İşıq yox. Sen var. Şey. Kapı belki maksimum. Qapatılmır, yoxladım. Bir dəqiqə, bunu... Nəysə, elə bunun üstünə yığaq. Bir də işığı yandıram. Bunun üstünə yığaq, bax. Deməli, birinci bizə nə lazımdır? Mağazadır. Mağazadır. Anlatılır. Gəlin bunlardan birini qoyaq.
Sən hansını qoyaq? Demem o. Mən ekstra Bu? model sordu. Yaxşı, necə qoyacaq? Birinci şüşəni sökməliyik. Düzdürmü? Şuruplarını sökək. Şuruplarını sökək. Mən şüşəsiz qoydum o bax, şüşəsiz çıxardım işlədim. Bütün toz yığılacaq. Olmasa. Hı. Ekstrin 4. Bax, qoyuruq bura. Yerləşdiririk bura. Birinci şuruplarını bağlayırıq. Hə, hə. Və o, Əziyyətdir mən. Yaxşıdır. yığa bilirsiniz siz. Kompüterə. Yığa bilər. Ben de bundan 4 tane Nə var. vaxt mən çəkir yığa. Sistem boku. Yığ bir dənə zətdən onlardan. Güzel. Hamısı kaldı. Bax, indi bağlayırıq bunun üstünə. Intel. Bu Intel-dir sənə. Intel götürür. Intel. Onu hardan bilirsin inşallah? Bax, onu burada Burada bu hissədən bilirsin. Yazılı. Saxta şey var. Intel. Mən üstünə yazılır da abi. Həm də ki, görmürsən? Bax, gəl fərqi göstərim sizə. Amma şu nəsil fərqi var. Altın. Intel CPU vs AMD CPU. Bax, bunun arkasına bax uşaqlar. Arkasına bax. Baxan kim bilir. Yine AMD-də ancaq belə olur. Düpbədüz, iynə. Intel-də amma Fərqindəki biraz şey. ortasında bunun işləməyi üçün bir hissəsi var. O Amma vacibləşdir. hamısı yaxşı, ayrı yoxsa. Ayında. Bu dəqiqə AMD yaxşıdır. Nasıl? Əvvəl Intel yaxşı. Bu AMD Ryzen 7. Hə. Gəl şurupları bağlayaq, 2 dənə şurupumuz qalıb, ona bağlayaq. İndi nə qoyaq üstə? Biraz oldu. Nə lazım bizə indi? Biraz oldu. Yan görüm. Sifrini qoyaq, yoxsa yox? Hə, amma ki, bax, nə deyir? AMD-lər nə deyir? Deyir ki, sən bura AMD qoya bilmərsən. Çünki Bizə nə lazımdır? Intel. Oy. İyi yetti. i7. Intel Core i7. Götürdük. Birinci nə etməliyik? Açmalıyız. Birinci buranı açırıq. Bax, belə açılır. Burada yandı. bu Üstünə yarım dəmiri var. Benim aydınlık koyar. i9 yoxdur burada. Bu oyunda yoxdur, biraz köhnədir burada. Aha, bax, qoyduq bura. Qoyduq. Ay, Bağlayaq. Yoxsa yox? Ağay. 100%. Üstünə nəsə vurmalı deyilik. Deməli uşaqlar, bax. CPU-lar üçün termo, Pasta. pasta adlanan bir şey var. Yapışdırmaq üçün də. Ya. Miksördən yap. Servis saklamak. Yaxşı nə üçündür? Denən. Qızlar bilir. Servis saklamak. Deməli uşaqlar, bax, termopasta nə üçündür? Biz termopastanı CPU-nun üstünə çəkirik ki, o qızmasın, onu səhərdən saxlayır. Və onun da, bəli, və onu da siz dəyişdirirsiniz 6 ya da 8 aydan bir. Amma sizin o kompüter işləməyinə baxır. Əgər kompüteri bütün günü, yox, elə bir şey yox. Əgər siz kompüteri bütün gün işlədirsinizsə, uca 3 aydan 4 aydan bir dəyişməlisiniz ki, CPU-nuz yanmasın. Çünki bu CPU-nun yanmasına gəlib çıxardır. Miksör neçədir? Bəlkə qiymətə baxın. Benim miksördən baxırlar. Baxın çox neçədir. Ben servis aydınlık. Yəni mahvaz. Qiymət 15 manat. Aa, yaxşı. Mahvaz. 15 manat. İndi biz 33 manatdan düşüb güya. Yalanlar. Deməli, indi bizə nə lazımdır? İndi bizə lazımdır termopasta uşaqlar. Bax, Anlayırsan. Bəlkə mantıqlı düşür. neçə idi? 33 manatdan. Bax uşaqlar, üstünə vururuq indi. Vurdum. Benim ne Şu an bu qədər. Bu qədər. Benim ne yapıyorum? Bilməm valla. Çox çəkdi, nəsə. Ya vurmur, bunun artıq vurmur. Ben de bu Öyle olmak değil. Ya, CPU-muz hazırdır. İndi bizə nə lazımdır? Bizə lazımdır CPU-nu soyutmaq üçün ventilator. Benim en yapsın. Bunu hara qoyacağıq? Bax bunu uşaqlar, düz CPU-nun üstünə yerləşdirir. Bax belə. Ben böyle. Nəydən? Hastalan. Kasan böyük deyil axı. 3 nədə elə görsən. Hə. Kasan böyük deyil bu. Amma belə düz olanlar da var. Hə, o da var. Biz onu bunlardan işlədəcəyik. Bunu qoyduq, ventilatoru qoyduq. Hə, o daha yaxşı. Bunu qoyandan sonra nə edirik? Bizə nə lazımdır indi? RAM. 32 gram var. Ben böyle. Baxa, 16-lıq RAM-ımız var, 8-lik var. Ben de Ama yaptım ben. bu memnun. 4-lük yazdı axı. 6-lıq da yaxşı. 16-lıq var. Mən burası 16-dan böyüyünü axtarım hal-hazırda. Mənim 6-lıq yaxşıdır. 6-lıq var. Laptoplarda 6 olur. Olmur.
O 2-4 olur. Bir yerdə olur. Benim 1 terabaytı. Benim 1 terabaytı. 1 TB RAM olur. Hələ? Ya 16-nı seçdik. 16-nı seçdik. RAM-ımızı hara qoymalıyıq bura? Yanlar. Amma biz nə etməliyik RAM qoyanda? O şeyler asmalar. Qıraqlarında bunun hissələri var uşaqlar, şpika kimi. Bunu açırsınız belə, qıraq hissələr. Qoyarma avtomatda olur. İki. Oyundur. Hə. Bax, bura yerləşdirirsiniz. Avtomatda olur. Ay yerləşdirin. Aysa, avtomatik özü bağlanır. Yerləşdirir. Sonra gedək birini də alaq. Bir dənə 16 var. Aha, başqasını götürmür. Ya götürür. İndi bundan qoymalıyıq. Belə bir düzgün işləsin deyə. Ayrı-ayrı firmalar uşaqlar heç bir RAM işləmir bir yerdə. Niyə? Çünki ayrı-ayrı firmalar. Benim için doğru. Hə, RAM-ımız hazır. Bəs də 32-lik. Bəs. Yandırmayaq da kompüteri, bəs. Benim yandırak da giden kaldı. Ya. Ondan sonra. İndi gəldi ekran kartına. Ay. Bir dənə 490 qoyaq. Ya da Burada olmayacaq 490. 360 qoyaq. Olmadı. Var. Canım dəqiqə. Nvidia var. Nvidia var. O mənim RTX mənim 10080. Niyə? 5060. Niyə? 1000 3080 qoyaq da ondan sonra. 360 qoyaq. 370 koyalım. 3080 var da. 370 qoyaq. 350 yox, 360. 360. 5080. Şurası. 5000 yoxdur. 590 var. Başalar, indi biz bura ekran kartını qoymalıyıq. Amma ki, fikir verin, qıraqda qırmızı hissə var. Ona asmalı etməliyim. Birinci buranı açmalıyıq. Bax, gəlirik bura. Bura açmalıyıq çünki ekran kartının şınırları var, özündən qıraqda olan bir hissə. Onu seçməliyik ona görə. Mənim 2 də video kart yeri olur. 2 də video kartı bir monitörləşim olur. Olur. Onu daha güclü. Sənətdə Olur. siz hətta şey eləyə bilirsiniz. Xarici video kartda işlədə bilirsiniz. Bax, da ki, notebookda. Bir fərqi olur. Amma bir dənə soruşmuşam, çəkdirdən bir də soruşdum, olur. Olur. Bax, bunu sökdük. Buradan gəlin birini də sökək. Hə. Sağlıqda çox şey lazımdır. 2 də xoşmayır aslında. Ayda ekran kart. 2 də xoşmayır aslında. Gəlin də sökək. Bir dənə ilə olmuyor. Hə, bax bura yerləşdirir uşaqlar. Burada bağlayaq şurupla. Hə. Bax, sonra bunun kabelləri var. Sonra bu kabelləri qoşacaq. Kabellər nəsə olsun. Benim Ha? 12 Kabellər nəsə olsun. Çöldə deyil. Şunu Benim nasıl telefon. olsun. Çöldə deyil, çöldə deyil. İndi gəldik. Bəli. Bir daha blok lazım. İndi gəldik SSD. SSD. Bu nədir? SSD-dir Mən bu. 2 dəfə başlıq qoyaq da. SSD deyil bu. Benim bu Ama sesli değil. Aysa. İndi gəldik SSD. SSD-dən görək nə var? Kingston En var. 2 TB-dır. Kingston var. 2 terabayt. Ay, mən SSD Kingston. 100 man falan olur da. Burası baxın nə boydadır da. 2 terabayt koyuyorum. Elə ki, nədir? Bax, SSD də bax burada qoyacaq. Bu hissədə olur. Qoyduq bura, şurupla bağlanır belə. Mən bağlı. Hələ? Bağlı sistemlər var. Hədə bu da olacaq. Ondan da bağlı. Ondan bazasını görmüşəm, o da var. İndi bizə nə lazım uşaqlar? Lazımdır power supply. Nəyə görə lazımdır? Elektrikli Nə bilim. Mən gəlin 500 volt qoyub patlamaq qalmış. Gəl 650 qoyaq, yoxsa 850. 650 qoyum mən. Benim 500 yok. 850. 750 qoyaq. 750 qoyaq. Power supply'ımız da, dəqiqə yerimiz qaldı. Kompüter işləm. Yerimiz qalmadı. Arxana asmalı. Yok oldu. Arxanı açmalıyıq, buranı açmalıyıq. Hadi ya. Nə yazma? Power supply. Kabel düzən də düzəldərim mən. Hə, kabellər düzəldəcək yəni. Biraz işimiz. Bunu sökməliyik. Bunu da sökərik. Benim her şeyini yapsın. Sökər sonra qoyarıq Bir yəni. de arka. Buranı, Arkasız buranı da asıl. filtre mi? Bura qoyacaq, hə. Bəli. Yardım fikirlerini. Dəqiqə. Ne koydun? 700 artı çok değil. 600. Çoxdur 750 lan. Bunlar bakın. Hə, uşaqlar bax, bura qoymalıyıq. Şuruplara asın. Burada altındadır. Şuruplara asın. Mən bayaqdan yerini axtarım, kara qoyacaqdım. Ben bir Eşrufları çağır. 750. Qoyduq bura. bu böyle kulağım. Var da biraz Yanında yazaq hemen. biraz qara işlər var da. Benim o niye? İndi qoşul deyil axı. Burası şunur qoşulmuyor. Şunu qoşacaqsa. İndi installa keçək. Nəyimiz qaldı? Kabellər. Bu heç bu rəngli kabel seçmək üçündür. Bu boş şeydir. Video kartı da koyuyorlar. Sonra gəldik case. İndi gəldik ümumi sistem blokunun fanlarına. Benim RGB koydum. Ne fansız? Ben blok oldum. RGB. Yalan. Keçin işləmir.
Yaxşı, yaxşı, yaxşı. İlyas, qoyacam hadi. Vallahi qoyacam. Gəl. Onu da qoyaq bax buradan. Yox, 2 dənə. İki dənə var. 2 dənə qoyacaq gəlin. Üçüne koymak lazım. Niyə? Kim deyirsən? Ben fanlara mı kulaklıyorum? Yoksa bir de bu mu? Benim ayrı ayrı. Tamam, Fanların qidam bloku. Birbaşa qidam bloku. Hani hepsini ayrı ayrı koyuyorum. Yox. Benim bir şey falan var değil mi Ali? Havanı böyle bırakın. Arkada oldu. Tamam o yüzden. Ha, bu hissədə olur. Ha. Belə bu da o demək olar. Ha bu iki fan. Ha, deyirsən. So, Sen kabelden tutmuş. a kabellə doğrudan yana şey. Kabellər. Ha. Gəldi indi kabellərə. En çetin işler. Ən çətin iş. Bu nədir? Bu nəyin kabeldir? Yok, dedi. Nəyin kabeldir? Ne koydun? Kulak fan. Platanlı bu. Ana platanlı. Mas. Biz bunu arada taxmalıyıq. Biz bunu taxmalıyıq qida bloku. Şuradan. Qoşuldu. Benim Bak, yolum koştu. Şunur bax gəlir buradan, çəkdi buradan. Benim motor Gəlir buradan belə. Sonra Ben bu oyunda kadar reklam tutuyorum. Benim gəldi bunu da. Bu nəyindir? Belli bu da o da enerji vermez. Bu da elə enerji kabelidir. Biz bunu da qoşmalıyıq şeyə. Ad nədir? Qida bloku. Bax o da arxa tərəfdən fırlanır gedir o. Sonra nasıl? Ha, ona da oldu. bu CPU soyucusunun tokudur. Bunu da qoşuruq hara? Ana plataya qoşuruq ki, qızanda işə düşsün. İndi gəldik nəyə? Ekran kartına. Bunları qoşmalıyıq. Bunu da qoşuruq bura. Qida blokuna. Bu da qoşuldu. Sonra yenə var ekran kartının şunuru, onu da qoşaq. Bu nədir? Bu ümumi case'in şeydir. Tokudur. Onu qoşduq fanlar üçün. İndi fanları qoşmalıyıq, bunu qoşmamışıq. Yoxsa kompüter yanar. Onsuz da yanacak mı? Hansı yanacaq belə gedişlə? Şunurlarımız qalmadı. Çöldə şunurlar var. Bu onu test eləmək üçün. Bunu sonra eləyəcək. İndi gəlin bir dənə bu hissələrini bağlayaq. Ben almışsın bağlayayım. Birinci patlaması. Partlayanda üzümüzə dəyməsin. Yan panel, buramı da bağlayaq. Neyse o taraf bağlanır. 2800 oldu. 2800. Bir daha açarsın. Burasını? Çoxdur. Ha? Front panel, qabaq tərəfi. Gəlin buranı bağlayaq. Oldu müəllim. Buranı bağlayayım yoxsa yox? Doğran bu oldu. Ben babanı tek sardım. Mən də onu baxıram. Set kalmaz. Dust filter. Bu da var onda dust filter. Buranı da var. Biz bunu qoymalıyıq, ha. Dust filter buranı olur. PCU mount. Buna ehtiyac var, yox bu bizdə qalır. Ben oraya koyayım. Bir dəqiqə, nə qoşuyor? Bunu bura qoymalıyıq. Ha, Yoxsa düşəcək. Bir bax. Partiyatın hani olsa. əlimizdə Nasıl qalır. partlayacaq? Aşırı nasıl taş bağlaması bağlamıyor da bəzən. Nəyi? Niyə? Partlasın. Bunlar da bizdə qalır. Hazırdır uşaqlar. Covid. Mən Covid. Bir dəqiqə, incomplete case. Niyə? Mən qida blokunu şeyini taxmaq istədim. Nəyi tapmamışam? Hara tapmamışam? Qida blokunu istədim. Okay. Okay. İndi Mən şunurlarını taxmaq. Xatya. Yəni VCA var. deməli, indi gəlin bunları qoşaq. Bunu qoşuruq hara? Mən görmürəm. Olmur axı. Onu yapayım şeyi də Nəyi? ekran görüntü verməyi. Yıxaq var. Yəni video Niyə? Yox, bax. Ancaq buraya icazə verdi. Bu nədir? Bu klaviatura mouse'umuzdur. Nəsə qaldı? Yox. Hotlayaq. Hotlandı. Aha. Görək. Aha, əməliyyat sistemi yoxdur deyir. Başqa tapmaq. İndi gəlin əməliyyat sistemi işləməliyik. Rütü süzdü. Ancaq nə edirik? Birinci söndürürük kompüteri. Nokta işin. Yox, işte şey gəlməz. Görək bunun içində var. Ne netice? Ha, o da var. Bunu seçdik. Buna taxırıq hara? Taxırıq bura arxasına ki, işləyək. Hotladıq. F2'ye basın. Deli. Mesela düşen müəllim. Nə bilim valla. Deyən görək, flashkanı çıxarsan nə olacaq? Başqa şey mən. Ben bir şey göstereceğim bak. Göstermişe bakacağım. Ya burada heç şey yox. Aha, deyir ki, proqram işləmək üçün sənə flashka var, onu tax. Apa yeni program işləyəcək. Program da başqa. Yox, istədiyimiz yox. İstədiyimiz. Flash kartını düşün. Yedirmiş diyor.
Ya öyle bir şey yoktur. Alalım. Bak, burada gören neler var. Ne farklı? Var, bu var. Bu nedir uşaqlar? Bu şey, counter'ın FPS testinin Eleyim ben. eləməlisən. Ne eleyim gördüm. Bak desem Yəni ben. işlənsin. 750 bak. İşləndi. Doğru. Deyir ki, counter restart olmalıdır. Niye? Yükləyəndən sonra. Ben bağlamak sesinden gündeki bırakıyorum. F2'den. F2. Söyle gəlin bir də counter test edəyək. Bum. Run. Yürüdüm peki. O böyle 23 FPS ve donur counter. 370'te ekran kartı. Gör nə qədər bərbad 23 FPS counter falan. O böyle ekran kartı. Ama yakışırmış Benim lan. atılı. Ekran kartı. Açılır fa, uşaq açıldı. 26 FPS. 5 milyon. 5000 yoxdur yaxında. 5000 bunun ikinci oyunda var. Bunda yoxdur. Vallahi bilmirəm. Ola bilər. Aha, qalxdı FPS. Oy. 92. Ha. Burası tırmanmış. Burası tırmanmış. Ola bilər uşaqlar, bizim prosesor video kartının üstə düşmür. Ona görə işləmir. İnşallah koymuştum ben maşallah. Intel qoymuşuq, o birisini Nvidia qoymuşuq. Kalktı aslında. Qarışdırmışıq. Benim adam. Atılı. Bunu cancel eləyəymi? Yox. Mesela tırmanmış sıkıntı oldu. Ben power supply değiştirdim. 500 volt. Nəsə partlanma deyə counter-es. Ürəyim sıxıldı deyə nəsə. Onda evet 9 Ben 250 volt tutar power supply. Eləyək onu. İndi uşaqlar nə edəcəyik? Bax. 250 volt tutar. Hə, bir dənə oradan Kitayski Power Supply şey edəcəyik. Aa, bu da var. Proqram. GPU tuner. Ekran kartının gücünü artırmaq üçün. Yüklə bir dənə ekran kartının gücünü artır, görə nə qədər dayanacaq bizə. Benim bu işleyir. Kanlar yerinden istedim. Benim hakikaten işleyir. Nə işləyir? Ya, həqiqətən işləmir. GPU tuner. Hə, Ama bu MSI iftir vuruyor. axşır. Uşaqlar, görək nə olacaq? Bakın. Komiser patlayacağım buraya gel. Ben niye patlamıyor? Abi ne bakmadı? Mavi ekran verir. Patlamamı istedim. Ya, elə bir şey yoxdur oyunda. Statik şey. Nəyi? Ben ne kadar yani? Direkt onlara ben canım patladılar. Doğrudan. Statik mesela power supply. Ben birden bire... Yanı söndürək bir dənə. Ben bitirdim. Gəl belə eləyək. İcazı vermedi. Aşağı taxmağa, hə, icazə verdim. Öyle yok değil. Ha. Sıfır power supply. Məncə olar. Ben birden çıkıyorum. De görək də. Deyəm dəqiqə, bunu çıxardaq. Oyda, bunu çıxarmaq üçün şunur çəkməliyik. Dəqiqə. Bir dənə bunu çəkək. Şunları Benim her şeyi bir sürtmek lazım. Şunur da burada. Remove. Nə şunuru lazım idi bizə? Power supply. Hə. Bax, bu şunur çəkməliyik. Bir də bunu, bir de video kart. bir də video kartı. O hardadır? O Allah. Tamam. Benim yok oldu. Deyən gərək. Kapağını bağlayayım. Ben problem şey yapıyorum. Benim kafamı bağlamayayım. Daha yerine kaldı. Bağlamayacaq. Mesela. Ayda mən başqa şeyin şununu çəkdim. Benim toplam... Çək. İndi bunu çəkək. Ha, indi Çəkdik. var değil mi? İndi bizə lazımdır Kitayski Power Supply. 250 watt var. Dəqiqə, price-ı $1. minimumdan maksimum $1000. Maksimum sıfır. Filtr elə də. Onun price-ı göstərmir özü. 250 watt. Benim 100 var. Ben üstüne yazın. Doğru aktarlar yaz. Nə yazın? 250. Şeyam Power King 250. İşte bunu koyacağız. Cover. Topu niye belirliyor? Aktar olmuyor. 250 watt. Dəqiqə, bu da çöküldü. Bunu da bura qoşaq. Bunu da qoşaq bura. Ha, Indi bunu da qoşaq. Atom bombasına hazır olun uşaqlar. Heç qafanızı da bağlamıram. Peki ben şey Getdik. Söz de yetin. 5 ne yani? Baştan al demedim. Dəqiqə, USB-ni çıxart. Baştan mı? Söndürək. Benim USB-ni təzədən taxaq, düzəldir. Dəqiqə. şimdi... Battı ya. O patlamak benim hata böyle. Bu ne? Alo, hükümet dağıtıldı. Hatta You display drive. Nə xətasıdır bu? Video kart işlem.
Video kartda nəsə problem var. Güc veren. Ya kompüter işləyir, video kartı çıxardaq. Bir dənə taxaq. Tam da tamam. Başla. Ya belə eləyək. Buradan gələk, ventilator sökək. Ben geldim. Şunları sökək. Ekran kaldı. Minərli oyun. Söndü kompüter. Dəqiqə, bunu da çıxardaq şunu. Ondan satmak istiyoruz. O nə çıxartdı? Hiç satmadık. Yox ha. Lan nədir? Amma façə çıxmadı. Hə, indi bunu şeylədik. Getdi ya uşaqlar. Asıl bir masa Ama asıl bir patlaması da aynen. Partladan nə var partda? Patlamadı. Partlamır. Niye? İki de var mı sana? İkilə məncə var ha. Gəl bunu da taxaq. Reklamlarını gösteren. Bunu çıxardaq. Bunu taxaq. Kompüter söndürək. Bir dənə yandıraq. Partlasın. Ekran kartı işləmir. Məncə yandırmış ekran kartını. Kanlara da var. Onlar neden böyle? Onlar. Onlar yoxdur. Gəl bunu da sökək. Çox. Belə işlədik. Şey də gedib. Cəmə pasta da gedib. Pastayı vurmamışsınız. Çok şeydi hemen. Çox gedib. Dəhşət çox. Bir derdi kutu böyle. Kahvelərdə nəsə var? Yox. Patlayaq. Yan da, yan. Sarayında olan kapsın. Benim bir tane söndürüp tadına yapsam valla. Yanmır uşaqlar. Kompüter. Bir bilmedim. Kurbana mı? Bunu şey eləmək olur. Sıvı soyutma. Sıvı soyutma. Ay sağ ol. Baydan fikirləşim. Sıvı soyutma. Sulu. Öyle sular var. Partlamayacaq hə bu. Benim burnumdan sular var. Hadi. Sarıslanmış şimdi. Partlamaq istəyirdin. Yan. Yaxşı ben size Nə patlayıb çıxar gəlir uşaqlar. Getdik. Deməli. Pastayı diye mi? Avcı inanmıram. Ben getir. Getir sana al. Gəlin nə edək? Dedi sana geçti. Telefon daha. Bu nədir? Bu da keçdi. Bu necə keçdi o? Ama bu server geçti. Qəribədir. Gəl bunu sökək hamısını. Nə var nə yox. Hamısını sökək. Bu çıxardaq. Arxasında var hamısını çıxardaq. Sonra burada şunlarımız qaldı. Bunu da sökək. Burada da qaldı. Bunu da sökək. O bir. Dəqiq. Bu nə qaçıram mən? Yox, bunu açıram. 250 olsun. Yani Gəl bunlardan açaq. Buramı çıxarmaq üçün. ama işte video program var. Hansı? Prizm. Prizm. Bir de şey yani. Prizm. Əvvəl OBS idi. Sonra OBS-də problem çıxdı deyə şey elədim. Sildim. Tamam bakayım. Doğru. Ben Ha. burada bir şansım verdim. Bəli? Nasıl vermiş yaşım bakıyor. Baxın. Evet. Hə. İndi bir dənə götürək yenə motherboard, amma belə eləyək də. Buradan price sıfırdan 2000-ə qədər. Ən baxsanda aşağıdadır da belə çıxır. Yoxsa yox. Ən baxsanda budur da, hə? Uşaqlar. Belə çıxır. Buna baxın. DDR4 biraz yuxarı çəkəm biləcəm. Gəl bunu qoyaq. Ben bir de saat var idi.
Kompütersə telefon aça bilirsiniz. Hər şey. Ha, bilirəm, görmüşəm. Bax bu 190-adır bu. Dost saat. Ola bilmirəm. Tamam. Bu 190-adır, bu 110-adır. Bahasını necə tapaq? Ən ucuzlardan qoyarsan böyle. Ən ucuz. Ən ucuz. Hə, ən hamıdan. Niyə? Maraqlı. Bu neçədir? 240. Ən ucuz. Bunu niyə filtr etmək olmur? Bir verirlər. Minimum 1 dollar, minimum 1 dollar. Dəqiqə. Uşaqlar. Neyiniz? Her şey. Biraz saat edir. Dəqiqə, motherboard. Uzun tapmayacaq. Bu neçədir? 250. Bu neçədir? 270. Bu da müəllim tapmır saatı. Ya bakın. Hə, şey deyirsən, üstünə kamera zad qoyarsan. Görün onu. Ben söyleyeyim. Deyən görə hansını qoyaq bura? Motor var. Rəhman neyin istəyirsiniz orada? Neyin istəyirsiniz? Maksimum. Hə, Domuz yeri. max speed. Ultra GPU. Ülkən səhvsin. Bu neçədir? 85 dollar. Tapdım ucuzun. Saat. Dünya farkı. Bak Bu neçədir? 250. Gəl görə bir dənə ucuzu hansıdır burada? Ən ucuz. Sasın neydi? Neçədir? Oy da yox. Hə, sökmüşəm hamısını. Təzən yer. En ucuzlarını diyor bak. En ucuz. Ana söyleyeyim. Tam en iyi sonra çok yani. Ən ucuzu bax. Budur. Bu şahsı. O yox, bu deyil. Bir dəqiqə. Bu evdən var idi 200 şeyə, 80-a var idi. Bir saçın lan. Benim alımın balcalık balcalık. Bu Mini kaptı. 200 bu. Balcı tam böyle gördüm. Hə, ona gedir onun adı. Netbook. Netbook. Bu değil müəllim o. Bu yok onlar var ya. Hansı? Saçlar. Biliyor musun? Bu var. Ha. Ben aşağıda bakın müəllim. Aşağıda şöyle bunlar. Bu mesela. Değiştirmeleri. Baxalaq bu da. 190-a. O işlere bakın. Burada bir tanesi var idi indi. Baxın. Sürətsiz aldı zəif lazımdır. 5 Yandırmaq verir. istəyirəm. Hə? Yandırmaq istəyirəm. Hə. Yalnız yüzler terk et. 3600. Bax, yuxarıda bir tanesi var zəifi. 3600 sürəti. Ama yani sanırım da ise 15 FPS. Ha, 3400 sürət. Bu neçədir? 180 diyor bu da. Onu çok bağlı. Ben tek bir sinan geçtim. Niyə? Bu akıllarda. Condition new. Yox. Price Burası Allah aşağı. Minimum. 0-dan 100-ə. Nəsə, 0-dan 100-ə. Neçədir? 90-a. Ha. Kasıb bir şey. En aşağıdaki değilim. 85. Ucuz olur. Ən aşağıdakı 100. En aşağıdaki. Buyurun. Bu neçədir? 85. Ən ucuz 85-dir şu an. AliExpress'ten gösterdim. Hı. Ən ucuz 85-dir. Hiç görsen olur. Ha, amma bu da qəşəng görünür. Ya bunu baxmayaq. Ha. Ən ucuzu budur. Bu işlem istiyorum. Axı bu da qəşəngdir. Niyə belə ucuzdur? Nədir? En yaşlı. Ben mağaza Ha. baktım. Ha, bana foto. Bugün Bu da qəşəng amma. Geçen şey lan ya. Nədir? Geçen. Nə deyirəm bəs qəşəng? Gəl indi ən ucuz prosesor. 0-dan 100-ə. Ha, Intellərdir. Bizə Intel lazım deyil. Buna Intel getmir. 5 falan yaşa 200'ün atı. Yox, buna Intel getmir. 30 lira. Ryzen. Ancaq Ryzen. Ben Ryzen 2 yapsaydım. Ryzen 2 yaptım. 3, 3, 5, 2 yoxdur. 3'dür. De bu. 1200 yesin. Bunu açaq. Salaq bura. İnternet. Bir dənə də termopasta. Ama gelmeyeydim ama takşıyım. Gelmeyeydim. Çəkdirici. Çəkdirici. ne yapsın hazırlamış? Artı.
Ha. Hə, hə. Necə hazır? Yığmaq baha var. Necə hazır? Hə, hə, olur, olur. Belə yığmaq ucuzdur, yoxsa belə? Yığmaq daha ucuzdur. Sen buradan bir Buradan ən ucuzu. Heç şeyə qoymayacağam. Süpürgəyə soyucu qoymayacağım. Gəl ram qoyaq indi. Yox. Biz onu istəyirik yəni əldən keçir. Əsas şey var mı? Çox qoy. Hə, bunu qoyacağam. Hə. Bir də onu qoyacağım, hə. Arada çox. Getdi o. İşte Sonra ekran kartı. Ən ucuzu. Bırak mahvolacağım ne kadar kompüter satıldı. 43 manat. Şəssiz yazdı. Və ekran kartı var, uşaqlar. Budur. Ha, ekran kartı. Ne satıyor? Ben bunu hiç yapmadım. Sen ne bak? Neçədir bu? 30 dolar. 35 dollar. 80 manat. 30 manat. Çok değil. Buraları seçməliyik. Benimkiler niye yeşil? Yerləşsin deyə. Ha, bir dənə də silinmiş. Çox balacaymış. Hə. Sonra gələk 50 60 manat. hard disk qoyaq bunu aşağılar. Haklısın koy. Bana Hard disk qoyaq. 160. 500'lüyü var. 160. 120'li. 120. 120. Benim batır koyayım. Hard disk gedir buna. Takıp karıştırdı hemen. Hard disk var tam. Adliye savcı takıldı. Aşağı takmak lazım. Aşağı taxmaq Aşağıda, lazım. aşağıda yeri var da. Stafan yerler. Arkasında ne deyin? Dəqiqə. Aşağı buranı demişsən sən. Arkasında söyleyeyim mi? Arkasında stafan yerler var. Arxasına girmək olmur. Benim kaleci. Arkasında değil mi? Hə, onu bağlayayım. Yeri yoxdur. Bakın biri arkasında bakın. Kolası oldu. Haran deyirsən? Arkasında koladı. Hə. Bu diyor orada var ya. Bak. Aşağıda. Bura, Onun altında. bura. Aşağı dedim müəllim solda. Hə, bura qoyaq. Bura şey qoyaq. Qida bloku. Qida bloku. Ama indiyen Qida bloku 100 dollar. Ən ucuz. 100 bu. 250 var. 250. 250 çoxdur. Biraz aşağı. Sen. Gəl baxaq. 600 var. Ha, 350, 250. 300, 300 var. 250 var. 250. Bir dənə yatı saxlayın 250-ni. Görə ucuzu var başqa. Benim beylik vardı. 120 de olmaz ama. 200'den yaptım. Gəl 250 qoyaq. Ondan beylik vardı da. Hə, də 250 qoyacaq. 250 sanki 200 taşınlı olmalı. Bunda taşınlı var. Sə, Fan koymuyor. PS fan da qoymuram. Artıq dolar. Tamam, şeyler. Bunu qoşduq. Neyse dolar 500 dolar. Ben bir de parta sizde yazıyor. Video karta. Niyə ehtiyac? Bir parça işliyor ya. Necə işləyəcək bir Bir parça işliyor böyle. Yox, necə işləyəcək? Ben de video parça. Çünki prosesorun içində də video kartı. Amma bunda yoxdur prosesorun içində. Adınız. Bu var qoşaq. Ben şu an Ben sonra da video parça işliyor. Necə? Ben Bu makineler işlemiyor. İşləyəcək. ben video parça böyle işliyor. Aşkım taktiği öğrenemedim. Heç nə olmaz. Patlasın da. Söy, patlandı. ben FPS'e bileceğimde. Ekran kartı. Şey yoxdur, əməl sistemi yoxdur. Yaddan çıxdı. Benim en ucuzundan göre. Əməl sistemi ucuz olur. İş nasıl tutsa Eğer ne olacak? ya. İş nasıl tutsa taktı ya. Sol olmuruq mı? Onlar Bir normalde ben her şeyi gösteriyorum. Onu Onun ben için değişmiyor. Hadi yalan. Aha, işlənir. Yarım saata işlənir hard disk olduğuna görə. Tez işlənir. Onu gösteriyorum. Ben 200'den Ha. Aklım Ha, o bütündən axada atıldı. FPS görünür de. Yükləyə birinci FPS. Benim domuzlarla mı? Nədir? Donur? Ya donur. Yükləməyinə bağlı yükləməyi də gəlsin. Hard diskə görə. yandı. GTA Y'da. Gədə etdi axı. Sönsün yansın. Sönməyə bir dərd, yanmağa bir dərd. Rahat ediyorum. Hə, gəl FPS test. 7 FPS. FPS. Çok da şey. Mavi ekran verir. Kahve edin. Yanda, niyə yandı? Hani tam Sen hemen gittik. bana göre. Sim qabı var burada. GTA Y'da doğum da. Atmaq olmur bura. Ya da uşak olması. Siz önce Atmaq olmur. GTA koyma oldu. Ha, Ben o yere.
Oy da müəllim. GST 2020 sıfır xəbər. Ben GTA 8. Tamam. Ben GTA 8. Yaxşı. Gəl. Sonra burada nə var? CPU tuner. Altın. Ekran kartının gücünü artırmaq. Ot getdi mi yox? Ekran kartının gücünü artırsa görə nə olacaq? Mən də məlumat. Ben de işlem yapıyorum. Bir şu FPS faylı var. Məncə heç yenə də açılmayacaq. məncə. Mavi ekran var efendim. Hə, o heç. O verəcək. Monitörün altı nedir? Predator. Ben Aha. Ekran kartını gücləndirək. Bismillahirrahmanirrahim. 7. 7 FPS, 8 FPS. Bu sefer sakın. Yenə mavi. Yanmır. Yox, burada yanmır uşaqlar, komentar. Sıradan işlem. Nəysə. Deməli, bugün bazar gündür, ha? Bazar günü. Qapı çıxdı. Bakın köşede. Qapı Ay, zəng. yanında.